Cəmi 2 aya qlobal işlərə hazır ol. Necə? Xüsusi proqramlar, həftədə 8 saatlıq dərs, hər gün müxtəlif sahələr üzrə real кейslər və praktik. Azərbaycanda dizayn tarixinə baxanda birinci başlamaq lazımdır SSR dövründən. Çünki SSR dövrü Azərbaycanda bu sahənin inkişaf etməməsində ən vacib məqamlardan biridir. Nəyə görə? Çünki SSR deyəndə standart bir formalaşmış vizual ortaya çıxır. Həmin dövrlərdə ümumiyyətlə qrafik dizayner və yaxud da ki, dizayn anlayışı çox belə formalaşmamışdı. Daha çox qrafik tərtibat və yaxud da ki, sənaye dizaynı, qrafikası deyilən yanaşmalar var idi. Və bunlar da ki, bilirsiniz, ancaq dövlətin nəzarəti altında müəyyən spesifik sahələr üzrə inkişaf eləmişdi. Həmin dövrdə ən məşhur yayılan formalardan biri plakat sənəti idi. Hansı ki, kolxozlarda, savxozlarda müəyyən vizual şüarların ötürülməsi üçün ən çox istifadə olunan posterlər, belə deyim, plakatlar idi. Və bu da ki, ancaq dövlətin nəzarəti altında müəyyən stereotiplər altında yaradılan vizuallar olmalı idi. Ümumiyyətlə, Azərbaycanın öz fərdi yanaşmasına söhbət belə gedə bilməz. Standart formalar var idi, standart üslublar var idi ki, sən bu üslublardan kənara çıxa bilməzdin. Azərbaycanda müəyyən zavodlarda, fabriklərdə təbii ki, müəyyən vizuallar istifadə olunurdu. Məsələn, bunlardan biri Xaçmazda açılan zavodda idi, hansı ki, orada müəyyən qida məhsullarının üzərində illüstrasiyalar vardı. Ancaq bu illüstrasiyaların kim tərəfdən və yaxud da ki, Azərbaycanlı olub-olmaması ilə bağlı, hansı dizayner tərəfdən edilməsi ilə bağlı bir məlumat təəssüf ki, tapa bilmədik. Amma müəyyən illüstrasiyalar mövcuddur ki, hansı ki, insanın xoşuna gəlir. Ancaq bu məsələlərin heç biri Azərbaycanda dizayn sahəsinin inkişafına təkan verə bilmədi. Çünki dediyim kimi, insanlar arasında o SSR-nin yaratdığı vizualı mənimsəmək potensialı yox idi. Bunun da ən böyük səbəbi odur ki, sən bir şey yaradırsansa, burada həmin o ölkənin, həmin o millətin, milli mənəvi dəyərlərini də nəzərə alaraq onu formalaşdırmalısan. Bu olmadığı üçün SSR dövrünü Azərbaycanda uğursuz bir dövr kimi qeydə ala bilərik. Bilirəm, yəni insanlar deyəcək, ay filan şeylər, tikintilər oldu, filan memarlıqlar var və s. və ilaxır. Yəni bunların hamısı xüsusi mesaj xarakterli idi, ancaq dövlət sifarişi ilə yaradılmışdı. Yəni dizayn üçün vacib olan sərbəstlik həmin dövrdə çox təəssüf ki, yox idi. 91-ci ildə artıq SSR dağılandan sonra Azərbaycanda bu sahə üzrə çox böyük bir boşluq yarandı. Yəni, çünki normal dizayner yox idi, müəyyən vizualları, müəyyən işləri görsün, müəyyən animasiyalar yaratsın və bu da çox ciddi problemlərə gətirib çıxarırdı ölkədə və fikir versəz, bunun hal-hazırda biz bunun müəyyən problemlərini hələ də çəkirik. Yəni, o yaranan boşluğun əziyyətini hələ də çəkirik. Yəni, küçədə, şəhərdə, hara getsəz, o qəribə üslubların, iyrənc üslubların, iyrənc görüntülərin hələ də şahidi oluruq. Bunun da ən böyük səbəbi nədir? 91-ci ildən sonra artıq müstəqilliyi əldə etdik və bizim vizual cəhətdən yenilənməyə ehtiyacımız vardı. Ancaq bu sahə üzrə heç kim təhsil almamışdı, heç kimin bu məsələdən başı çıxmırdı. Yüngülvari kimsə hardansa nəyisə öyrənirdi, nəyisə götürürdü. Kimsə bu məsələni gedib Rusiyada öyrənmişdi, gəlib burada rus dilində sözlərdən reklamlar hazırlayırdı, qəribə vizuallar hazırlanırdı, belə anlaşılan, xalqa xitab eləməyən üslublar yaradılırdı. Bu da ciddi problemlərə gətirib çıxarırdı. Və dediyim kimi, hardasa biz
91-ci ildən 2010-cu illərə qədər bu problemlərlə qarşılaşmışıq. Hələ də davam edir bu problem, ancaq müəyyən qədər vizuallarda normallaşma, vizualların yaxşılaşmasında xeyli dərəcədə inkişaf baş verdi. Ələxüsusda onu deyə bilərəm ki, böyük markaların Azercell, Baxel, brend markalar, Capital Bank bu kimi böyük şirkətlərin vizual kimliyə qatdığı dəyər nəticəsində ölkədə müəyyən qədər dizayn sahəsində canlanma baş verdi. Amma bu canlanma demək olar ki, 2010-15-ci illərə qədər çox da belə yüksək səviyyədə deyildi. Hələ də baxırdın ki, məsələn, ingilis şrifti ilə yazılar yazılırdı. Məsələn, I hərfinin üzərində nöqtəsiz i ilə yazılırdı. Bu da çox böyük bir qüsurdur. Yəni bu kimi kiçik məsələlər bizim ölkədə hələ də problem olaraq görünmür, amma bu əslində vizual görüntü kirliliyinin ən böyük səbəblərindən biridir. Ümumiyyətlə font anlayışı Azərbaycanda formalaşmamışdı ki, font nə olan şeydir? Yəni hansı üslubda, hansı dizaynda, hansı fontdan istifadə etməlisən? Hələ də biz məsələn şəhərin müəyyən bölgələrində bu üslubsuzluğun şahidi oluruq. Bu sualın kökünə nəzər yetirməli olsaq, burada nəinki kursdan başlamaq lazımdır. Biz ümumiyyətlə dizayna maraqdan başlamalıyıq. Ona görə ki, dizayna maraq olmalıdır ki, kurslara da maraq olsun ki, insanlar gedib dizaynı öyrənməyə başlasın. Təbii ki, trendlər inkişaf eləyir. İnsanlar Reels dövrünə keçdi, Instagramdan istifadə etməyə başladı və bunun da son 15 ilə gedib çıxır ki, artıq biz uşaq vaxtı oturub reklamları gözləyirdiksə, televizorda oturaq reklamlara klip kimi baxaq. Televizora baxanların sayı azaldı deyə artıq əsas informasiya mənbəyi Instagram, sosial şəbəkələr olmağa başladı və bu sosial şəbəkələrə də hansısa bir elanı, xəbəri hansısa bir formada çatdırmaq lazım oldu. Burada da təbii ki, işə şəkillər və videolar girdi. Şəkillər, videolar girəndən sonra da onları düzəldəcək adamlara ehtiyac oldu. Onlara düzəldəcək adamlar da əvvəllər Canva proqramından istifadə edirdilər və yaxud da ki, Windows Movie Maker kimi sayda edit proqramlarından istifadə edirdilər. Hələ ki, insanlara sosial media səviyyəsinə gəlib çatmamışdı. Adobe proqramları, Premiere olsun. Onlar televiziyada rejissorlar, montajyorlar tərəfindən istifadə olunan proqramlar idi. Bundan sonra tələb yarandı. İnsanlar Canva-da və yaxud da ki, digər daha aşağı, özdə nəzərə alsaq ki, Canva-da indiki Canva deyildi o vaxt. Sadəcə şəkil dəvətnamə hazırlamaq üçün istifadə olunurdu. Baxdılar ki, bu sahədə boşluq var. İnsanlar biraz fərasətli dizaynerlər, dizayner olmaq istəyən adamlar bunu türklərdən, ruslardan, ingilislərdən öyrəndilər. 1-2 il işləyəndən sonra dedilər ki, aha, bazarda boşluq var, bəlkə bunları öyrədək. Biz investorlar vaxtında tərpəndilər, böyük investorlar böyük məktəblər yaratdılar, kiçik investorlar fərdi şəkildə məşğul olmağa başladılar və təxminən biz bunun təsirini koronadan sonra hiss elədik. Məsələn, mən özüm Avropada təhsil almışam, Macaristanda. Mən Macaristana gedəndə görməmişdim. Bəlkə də var idi, xəbərim yox idi ki, Bakıda dizayn kursları fəaliyyət göstərir. Mən qaydanda, hətta tətilə qaydanda 2021-ci ildə bir də gördüm dostumun dostu başqa bir yerdə kurs gedir. Uzun sözün qısası mən geniş şəkildə izah elədim. Belə demək olar ki, tələbdən irəli gəldi və yaxşı bu işi bacaran adamlar bazarda öz yerini tutdu. Ondan sonra artıq törəmələr yarandı. Ondan sonra törəmələri yarandı və artıq elə bir dövrə gəlib çatmışıq ki, bəlkə də belə deyim, 2 il əvvəl məzun olan adamın dəst dediyi məzun belə artıq fərdi və yaxud da ki, mini bir kurs şəklində dizayn dərslərinə başlayıb. Bu da Azərbaycanda belə deyim, tanınmış tendensiyadır. Çünki böyük bir partlayış baş verdi. Nə qədər tələbə, nə qədər şagird məhz qrafik dizayn sənətini öyrənməyə çalışdılar. Nə qədər uğurlu oldu, olmadı, bunu biz növbəti zamanlarda görə biləcəyik. Hal-hazırdakı vəziyyət odur ki, sayt çox olduğu üçün müəyyən qədər qiymətlərdə aşağıya düşmə prosesi baş verib. Bunun da səbəbi nədir? Bu işə başlayan gənc tələbə, gənc dizayner istəyir ki, tez müştəri əldə edə bilsin. Amma bu dizayn bir incəsənətdir, yəni dizayn bir mədəniyyətdir, eyni zamanda bir biznesdir də. Sən əgər
öz işinin hörmətini, öz işinin dəyərini qaldırmaq istəyirsənsə, qiymətdə müəyyən qədər balansı qorumalısan. Yəni təbii ki, başa düşürəm, gəncsən, cavansan, istəyirsən işləyəsən, amma müəyyən məsələlərdə öz haqqını tələb etməyi də unutmamalısan. İndi bu açılan akademiyalar vəziyyəti o yerə gətirib ki, hal-hazırda işsiz dizaynerlərin sayı həddindən artıq çoxdur və artıq müəyyən proqramları bilmək kifayət etmir. Sən yəni bunun daha çoxunu bacarmalısan. Bu da bizim əslində biz dizaynerlərin verdiyimiz bir boşluqdur. Çünki biz müəyyən vakansiyalara və s. baxırıq ki, orada qrafik dizayner tələb olunur, amma dəxilsiz dərəcədə ora digər proqramları da əlavə ediblər. Baxır hansı başlıq altında axtarır. Mən sahibkaram. Mən elan qoya bilərəm ki, mənə dizayner lazımdır. Bunu bilsin, bunu bilsin, bunu bilsin. X, Y və Z. Haqqımdır, istəyə bilərəm. Amma mən ora qrafik dizayner sözü yazmışamsa, artıq Y və Z-i istəyə bilmərəm. Və X, Y, Z-i bilən birini axtarıramsa, üçü birində ona uyğun da ən azından 3 qat olmasa da 2 qat daha çox pul verməliyəm. Onsuz da bu belədir. Siz geyim alanda da ta ki 50 manatadır, 3 dənə alanda 150-dirsə, ona 110 manat, 120 manat vermək istəyirsiniz. Sahibkar da odur, deyir ki, 3 dənə iş gör, mən sənə 3 dənə ayrı-ayrı işçi götürməyim, sən hamısını elə, mən sənə 100 manat verəcəm. Ən azından heç olmasa, yəni bu böyük bir belə deyim, tabu olmasın heç kim üçün, amma yox, 50 manat qiymətli, tələb çoxdur deyə onsuz da cəmaət iş tapır, qoy mən 40 manat verim, amma üçünü də bu adama gördürüm, o sahibkar tərəfindən yanlış bir şeydir. Və təəssüflər olsun ki, yəni burada dizaynerdə qınamaq lazım deyil. Adam öyrənib, təzədir, istəyir ki, təcrübə qazansın. Gedir deyir ki, mən 25 manata da onu eləyərəm, mənə ver o işi. Belə-belə də get-gedə işin dəyəri də azalır. Buna bazarda qiymət öldürmək deyirlər. Bazarda işçini istismar eləmək deyirlər. Onsuz da mənim deməyimə ehtiyac yoxdur. İstənilən Facebookda bir dizayn qruplarına girsəz, görürsünüz ki, elə bir elanların altında şərhlər heç də ürək açan deyil. Learn graphic design with stunning AI visuals and unlock the door to the future. Çətin sualdır, çünki 10 il əvvələ qayıtsaq, mən özüm belə bilmirdim ki, bu sahənin adamı olacağam, hətta bu sahə üzrə biznes olacaq. Yəni mənim əsas gəlir mənbəyim bu olacaq. Dizayn sahəsində az da olsa tanınan müəllimlərdən olacağam və artıq süni intellekt də var. Süni intellektin özü ayrı bir mövzudur. Onun haqqında oturub 40 dəqiqə belə danışsaq bəs eləməz. 10 il sonra necə olacağını demək çox çətindir. Çünki süni intellekt ancaq dizayna təsir eləmir. Süni intellekt hər şeyə təsir eləyir və mən inanıram ki, süni intellekt o səviyyədə inkişaf eləyib ki, hansı ki biz internetə kartla girirdik. İnternetə kart taxırdıq, telefon da işləmirdi. Yəni 200 kilobit sürətinə internetə girirdik. Yəni süni intellekt bu qədər wow şeylər eləyir ha. Bu hələ o aşağı inkişaf səviyyəsində, yuxarı olanda bu dizayna necə təsir eləyəcək? Görəsən dizayn əvəz eləyəcəkmi? Yoxsa bunu bilən dizayner daha çox güclü olacaqmı? Nə bilim, belə bir şey demək olar ki, əvvəl liftçi qızlar deyilən bir peşə var idi. Liftin içində otururdu, düyməni basırdı. Artıq elektronlaşıb hər şey. Sən basırsan, hazırda o peşəni sahibi nə edir? Başqa iş tapıbmı? Yoxsa o liftin qurulmasında bir rolu mu oldu onun? Bu qarışıq suala təbii ki, dəqiq cavab vermək olmur, amma öyrənmək lazımdır. Çox gözəl bir misal verəcəm ki, internet çıxanda əvvəl abala o nədir internet deyilə bir şey anlayış var idisə, artıq interneti bilməyən adamı işə götürmürlər. Hələ ki, gedişat bu yöndədir ki, inkişaf var, amma yenə də çox böyük boşluqlar var və bu boşluqları aradan qaldıra biləcəkmi? Bu sualın cavabını heç birimiz bilə bilmərik. Çünki artıq süni intellekt dövrüyə girib və kim deyə bilərdi ki, 2-3 il bundan öncə süni intellekt deyilən bir proqram formalaşacaq və insanlar bunun nəticəsində vizual yarada biləcək. Yəni və bundan artıq görürük ki, bəzi tələbələr qorxmağa başlayır. Amma burada qorxulası heç nə yoxdur. Bu insan taleyinin müəyyən bir hissəsidir. Biz bunu öyrənməli və bununla yola davam etməliyik. Necə ki 90-cı, 80-ci illərdə dizaynerlər plakatların üzərində, kağızların üzərində işlərini görürdülərsə,
daha sonra kompüter sisteminə keçdilər və indi də hal-hazırda süni intellekt dövrüdür. Yəni onda belə çıxır ki, həmin o dizaynerlər kompüterə keçəndən sonra öz işlərinə davam etməməlidirlər. Yəni bu tamamilə yanlış formadır. Ümumiyyətlə AI-dan qorxmaq lazım deyil və əgər bu işi, bu sahəni sevirsənsə, bunun da arxasınca getməlisən. Əvvəl-abala o nədir, internetdə elə bir şey anlayış var idisə, artıq interneti bilməyən adamı işə götürmürlər. Ona görə bu süni intellekti ignor eləmək olmaz, buna üsyan da eləmək olmaz ki, o bizim işimizi əlimizdən alacaq, oturub onu öyrənmək lazımdır və onsuz da süni intellekt əgər bizim qorxduğumuz səviyyəyə gələcəksə, o deməkdir ki, dünyanın sonuna belə gəlib çıxara bilər. Deyək 20 il sonra deyək ki, o qədər inkişaf elədi ki, o utopik bir fikir səsləndirəcəm ki, savaş açdılar və s. Bu tip bir dəqiqə deyimlər də var. O səviyyədən qorxursunuz, onda heç nə işləməyin. Dizayn da eləməyin, mühasibatlıq da öyrənməyin, data da öyrənməyin. Gedin hansısa bir dükanda satıcılıq eləyin ki, onsuz da həmişə satıcı olacaq. 20 il sonra da robotlar elə inkişaf eləsin ki, elə satıcılarda robotlar olsun.